Rəhmətli Molla Mütəllibin övladları rəhmətlik Mollanın, şeyxin qəbrini ziyarətə gəlir. Rəhmətlik Mollaya Allahdan behişt əhli olmasını arzuluyuruq. Allah Taala onun o dünyasını bağışlasın. Allah Taala əhli behişt ilə əhəd. Mənim salam. Mollaba kəndi. Mollaba kəndindən bu rəhmətlik Molla Mütəllibin nəvəsi oğlu. Nəvəsidir. Adı zəhmət olmasa adınız nə oldu? Arzuman. Nənə Allah rəhmət eləsin. Allah o dünyasını versin. O elə bildi ki, əhli beyişdir. Elə bildi ki, o bu evin, bu yurdun, bu məskənin İmam Hüseyin əleyhissalam əzadarlığını növraqla keçirdən axundlarımızdan olub. Allah o dünyasını versin. Allah sizdən də razı olsun. Mənim 4 yaşım olub. Allah rəhmət eləsin. Ancaq bu evin cəhələ babama demişəm, dedi vatanı təpəyəcəm, bilmirəm. Mən atamı təpəyəcəm. Zakir müəllim, bu nənənin adı nə oldu? Nənə Gövhər, Kərbəlayı Gövhər. Kərbəlayı Gövhər, yəni Molla Mütəllibin böyük övladı. Molla Mütəllibin neçə uşağı olub? 3 dənə uşaq. 3 dənə övladı olub. 1948-ci ildə dünyasında. 47-nin dekabrı. 47-nin dekabrında demək dünyasını dəyişib Molla Mütəllib. Bəli, bu nənə Kərbəlayı Gövhər, nənə. Kərbəlayı Gövhər nənədir. Bir də ki, nəvəsi Nəvəsi öz oğludur. Arzu, nəvəsi Arzu kimin oğludur? Atanızın adı nədir? Adı Yavardır. Hə, yəni Molla Mütəllib babanın oğlu, Yavərin oğlu Arzudur. Hə, bacısı oğlu, hə. Nəvəsidir, nəvəsidir. Gövhərin oğludur da. Hə, Allah rəhmət eləsin, Allah o dünyasını versin. Biz Allahdan ona ancaq mərhəmət diləyirik. Və belə övladlar həqiqətən əgər neçə il, fikir verin, hardasa bir neçə ildir Zakir müəllim? 47-ci ilin dekabrına 78 il. 78 ildən sonra bəli ziyarət eləmək böyük bir savabdır. Atanın, yəni qəbrini tapmaq. Onun öz ruhu da sevinir indi. Mütləq. Nə demişəm, mən atamı təpəyəcəm, bu saatı getdi bəs. Allah o dünyasını versin. Gövhər nənədən başqa onun neçə övladı olub Zakir müəllim? Bundan da başqa bir qızı var, bir də oğlu var. Qızı nə idi adı? Adı necədir? Məryəm gəldi. Məryəm idi. Məryəm hal-hazırda dünyada yoxsa dəyişib dünyasını? Yaşayır. Yaşayır. Oğlunun da adı? O da deməli 47-ci ilin dekabrında Mütəllim, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sonra Allah rəhmət eləsin. Böyük övladı, oğludur. Bəli, bəli. Yəni mən onu barmaq hesabı ilə də hesabladım. Böyük övladım mənəm. Və Gövhərlə, bəli. Anam 41-ci ildir. Aha, 41-ci. Siz yəni Gövhər nənənin oğlusunuz da, üzr istəməz Zakir müəllim. Hə, Qal kimi tanınan ağsaqqalı Kərbəlayı Qardaşxan olub. Bizim babamız da o da onun qəbridir. Bax, o da onun qəbridir. Aha, Kərbəlayı Qardaşxan özü ələmdar olub. Yəni özü Kərbəla o dövrdə gedən nadir, hə, bəli. Bu Elyasinin oğlu mənim qardaşımdır. 11 dənə qurban kəsdi. Bəli. Məni o qurbanlar yandırır. Nə görür ki, əgər zəhməti Allah zayırlamasın, Allah ona fürsət versin balalarına. Elə demə, elə demə. Mən bilim ki, onlar kimdir, nəsidir. Mən axtarmasam da, indi hökumət kaç çıxardı, 100 şey çıxardı. Elədir, elədir anam. Babam deyərdi, ay qız ölməmiş, sən qızsan, nə ediyorsun? Deyərdim, baba. Taparam, axır atamı Qız taparam. var, 100 oğula baravardı. Baba, baxarsan, mən taparım. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Demək Arzu qardaş, yəni Allahümmə salli alə Muhammedin və ali Muhammed. Allahümmə kfir lil mu'minina vəl mu'minat vəl muslimina vəl muslimat əl-əhyai minhum vəl əmvat və haqqi Muhammed və alih və bil fatihəti məəs-salavat. Allahümmə salli alə Muhammed və ali. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد. Demək rəhmətlik Molla Mütəllimin bu daşını mən tapanda bu belə yazısına yıxılmışdı. Yadıma gəlir. Mən onda məhərrəmlik əzadarlarına da gedirdim, məclisləri gəzdirdim kənddə.
Onda mən demək istəyirəm də rəhmətlik Balamirza əmi, bir də ki Mirzəxan dayı bu gün yaşayır. Və onlar təsadüfən həmin məhərrəmlik məclisində rastlaşdılar. Dedim belə bir qəbirdaşım mən tapmışam. Orada məəlla yazılıb burada. Bu düşüb, artıq tökülüb. Bax hiss edirsiz bura tökülüb. Mim hərfi bax qalıb axırda. Molla mütəllim mi? Sonu mıdır? Buradan molla sözü belə getmişdi və buradan da mütəllim yazılmışdı, ta ilə getmişdi. Bu sonunda m hərfi qalırdı. Mən onu oxudum, aydın oxunurdu o. Sonra o qalandan sonra gün dəyib falan bu hissə tökülüb. Artıq bu hissə tökülüb. Burada aşağıda da nəsə yazılıb ola bilsin, hə. Və onu mən soruşanda rəhmətli yəni Balamirza əmi dedi və Mirzəxan dayı da bunu təsdiq elədi. Dedi balam, mən 24 yaşındaydım o dövrdə. Mirzəxan dayının yaşı azdı o heç. O da rəhmətli atasından eşidib. Dedi atam da bunu deyirdi, bəli. Amma rəhmətli Balamirza əmi özü 24 yaşında bir qadın olur. Deyir onda bizim kəndə Masalladan bir dənə molla gəlirdi. Bizim qonağımız idi. Rəhmətli Kərbalay qardaşxangilin evi də təkkiyə keçirilir. Orada keçir öz evində. Müəyyən ildən sonra deyir məktəb verildiyi üçün o keçirildi bu Zakir müəllimin əmisinin evinə. Rəhmətli İsmail əminin evinə. Və bir müddətdən sonra həmin rəhmətli demək Balamirza əmi dedi ki, o demək neçə məhərrəmlik gəldisə, ondan sonra elə oldu ki, ya məhərrəmlik başlamışdı, ya başlamamışdı. Bir o elə oldu ki, dünyasını dəyişdi. Burada elə bu kənddə dəyişdi və kənddə dəyişəndən sonra rəhmətli Balamirza əmi dedi ki, onu sizin qəbristanlıqların yanında dəfn edin. Bizim qəbirlərin yanında. Yəni bir dənə əlavə də demək istəyirəm, Zakir müəllim də o günləri deyəndə eşitdi. O dövrdə rəhmətli babamız Kərbəlayı və ümumi ağsaqqal olduğu üçün o ağsaqqal sözünü oturub dururlar. Yəqin ki, məlum olur ki, bəlkə də elə onun masaldan gətirilməsinə səbəbkar oldu. Çünki Əzadalı o həyətdə olub, o evdə olub. Və ondan ikinci əsas da burada öz qəbirlərinin yanında, yəni buradan üzü belə bizim ocağımızda qəbirli ocaqlar. Allah o dünyasını versin, Allah əhli veşd eləsin, Allah balalarının canını salamat eləsin. Tamamilə mən Allah nənənin də ömrünə bərəkət versin inşallah. Deməli, mənim əlavələrim var. Bilirsiniz, mən barmaq... Hə, sağ ol. Barmaq... Hə, Kərbəlayı, mən barmaq hesabı ilə də hesabladım. Onu elmi formada da hesabladım. Gördüm ki, doğrudan da 47-ci ilin məhərrəmlik mərasimi noyabrın 15-də başlayıb, dekabrın 15-də bitib. Siz də deyirsiniz ki, Əli müəllim də deyir ki, dekabrda rəhmətə gedib. Və üst-üstə düşür, bu 4-cü sübutdur ki, həqiqətən də bu adam 47-ci ilin dekabrında burada vəfat edib. Adı da, bəli, mən də şahidəm. Onu yaddan çıxartmırıq. Mən danışmışam, o barada demişəm. Həmişə məsciddə deyərdilər, Zakir, onun adı mənim yadımda. Bəli, bəli. Deyərdilər ki, qərib molla, Molla Mütəllim onun ruhuna salavat deyər. Adında onun yadında qalmışdı, mənim Mən də yadımda qalmışdı. dedim, o gün elə birdən-birə deyilmiş. Zakir danışını Bəli. dedim, Mənim yadımdan çıxıb. Birdən bu dedi, o Mütəllim. qərib molla odur. Onun üçün həmişə yaldır. Deməli, həqiqətən də bu yer üzündə, bu dünyada heç də gizli qalmır. Hər şeyin üstü açılır zaman-zaman və biz də o işlərin səbəbkarlarından biri olduq. Yəni bir təsadüf nəticəsində heç nə gizli qalmadı və Mütəllim Allah rəhmət eləsin, Molla Mütəllim bu kənddə çörək yeyibsə, demək çörək itmədi. Verilən çörək itmədi və nəhayət indi üstündən keçdi. Qismət oldu ki, böyük qızı gəldi ilk dəfə ziyarətə, Kərbəlayı Gövhər. İnşallah ümid eləyərik digər qızı da və oğlu da inşallah ümid eləyək ki, gəlib. İnşallah. Zakir mənim. Mən bir dənə Zakir mənim üzr istəyirəm. Atamın qəbrini tapmalıyam baba. Bəli, məni Allah sizin yetirdi də rastlaşdırdı. Zakir mənim, mən üzr istəyirəm nənə, bir dənə də bir şey deyim. Bir dənə də belə bir məlumat var ki, o rəhmətə gedəndən bilmirəm 7-si deyir çıxıbmış ya 7-si çıxmamış. Ha, o gələnlər. Onun övladlarından. İndi kimsə olur? 2 nəfər. İndi arzu deyər. Gəlirlər, həmən iki. Üzr istəyirəm, qoy deyim bunu tam sonra siz əlavə edərsiniz. O 2 nəfər gəlir, nənə. Gələndən sonra el, ağsaqqal, ağbirçi hamısı yığılırlar onun başına. Deyirlər, bəs siz kimsiniz? Falan deyir ki, biz Molla Mütəllimin övladlarıyıq, vərəsələriyik. Kimsəyə yaxın adamıyıq. Biz gəlmişik, hətta onlar istəyirlər qəbri götürüb aparsınlar. Burada elə adəti var, orada istəyirlər aparsınlar. Kim olur? Bilmirəm. Hə, nənəm, o dönüblər orada ağsaqqallar hamısı bir yerdə sözün bir eləyirlər. Biz bunu el adəti ilə, şəriət ilə, İslamla dəfn eləmişik. Bu torpağın fərqi yoxdur, düzdür. Bu torpaq elə onun üçün hesab edir, halal torpaqdır. Bəli, sizin öz məsləhətinizdə apara da bilərsiniz. Sonra deyir ki, razılaşıblar bu cəmaatına, çıxıb gedirlər.